Deməli, Çinarə müəllimə bir dənə də sual verəcəm sizə. Deməli, Vasif və kiçik zabit. Həmin o yaralı əskəri hardan tapmışdılar onlar? Hansı tərəfdən? Yol qırağında orada səhv bilmirəm. So yaralı. Deməli, o kulbənin yaxınlığından tapırlar. Kulbə. Bəli, kulbənin yaxınlığından tapırlar. Bəli. Tabut qalmamış vəziyyətdə, halsız vəziyyətdə. Yaxşı. Deməli, orada iblisə kim deyir ki? Əslində biz iblis deyirik burada. İblis deyil o. O xidmətsiz qiyafəsindədir ikinci pərdədə. Əslində onlar bilmirlər iblisdir. Adi xidmətçi olur, amma onun cümlələri, onun sözləri orada hökmlü olur. Yəni insanları idarə edəcək formada o qiyafəyə girir. Orada ona Vasifin Rənaya aşiq olduğunu iblisə kim deyir orada? Çinarə müəllimə. Kim deyir ki, Vasif Rənaya aşiq? Kim deyir orada ona? İblis deyir də. Kiçik zabit deyil mənim. Küçük zabit deyil. Küçük zabit deyil. Bəli, küçük zabit. Kiçik zabit Vasifə deyir ki, Məcnuna dönəcəksən. Orada iblisə də deyir. İblisə deyir ki, yox. İblisə də deyir ki, bu aşiqdir. Deyir, o gözəl qıza aşiqdir. Bəli. Burada deyir ki, sevgili məşhur. Zabit deyir ki, Vasif, Allahı sevərsən, bıraq da, bəsdir, əl çək. Amma iblis deyir ki, yox, dur, qoy təlaş eləmə. Qoy yəni ki, əl çəkməsin də, bir-birlərini qırsınlar.